Kredit almaq istəyənlərin diqqəti bizdə olsun, yeni qadağalar gözlənilir, proses belə dəyişir. Report xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədrinin müavini Toğrul Əliyev deyib. Onun sözlərinə görə hazırda yeni bir təhlükəsizlik aləti, könüllü kredit qadağası mexanizmi üzərində işlər tamamlanır. Bu mexanizm vətəndaşlara öz adlarına məsafədən kredit rəsmiləşdirilməsinə könüllü olaraq məhdudiyyət qoymaq imkanı verəcək. Bu isə fırıldaqçılıq risklərini əhəmiyyətli dərəcədə azaldacaq. O bildirib ki, Azərbaycan Mərkəzi Bankı rəqəmsal maliyyə ekosistemində istehlakçıların hüquqlarının qorunması və kiber dələduzluq halları ilə mübarizə istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirir. Toğrul Əliyev qeyd edib ki, sosial mühəndislik üsulları və saxta mesajlar vasitəsilə törədilən dələduzluq halları qlobal problem olaraq qalır.